Son illər Aran bölgəsində, eləcə də Salyan rayonunda xam yununun satışında çətinliklər yaranıb. Fermerlər hər il 400-500 kiloqram yun götürsə də satmaqda çətinlik çəkirlər. Mütəxəssislər isə çıxış yolunu emal müəssisələrinin yaradılmasında görür. Təsərrüfat sahibi olan Əlizadə Mirzəyev artıq 10 ilə yaxındır ki, qoyunçuluqla məşğuldur. Deyir ki, 300 baş qoyun quzum var. Əvvəllər bu heyvanın həm ətindən, həm də yunundan qazanc əldə edirdiksə, indi müəyyən çətinliklərlə üzləşirik. Hər il qoyunlardan yaz qırxını zamanı 400-500 kiloqram yun götürsək də, xam yuna tələbat olmadığından sata bilmirik. Qoyunun bizim qıtdırı 1 manat 2 manat arası. Yenə də tökürük ora burada, yəni bu şey eləyə bilmirik. Məntəqə bir açılsa, bir iş, necə deyim, bir təhvil verə bilsək biz bu yunu, bizə də köməklik olar, arpasına mı, qırxımına mı, örüşünə mi. Axır bu son 4-5 illərdə biz yunu heç bir yerə təhvil verə bilmirik. Ondan qabaq gəlirdilər, alırdılar, aparırdılar. Rayonda qoyunçuluqla məşğul olan digər təsərrüfat sahibləri də eyni çətinliklə üzləşir. Nə rayonda, nə də ətraf bölgələrdə yun emalı müəssisələr olmadığından fermerlər hər il əldə etdikləri tonlarla yunu ya çölə atmaq, ya da yandırmaq məcburiyyətində qalırlar. 6-7 ildir ən azından biz bunu heç bir yerə, heç bir məntəqə bizdən götürmür və belə bir məntəqə də yoxdur əslində. Xahiş edirik, belə bir məntəqə yaransın. Yun tədariki məntəqəsi açılsa, milyon tonlarla yun istehsal olunacaq. Mütəxəssislər isə deyir ki, əvvəllər yun toxuculuq sahəsində geniş istifadə olunub. Ondan xalça xallar toxunub, geyimlər hazırlanıb. İndi sintetik məhsullar peyda olunduğundan yun dəyərindən düşüb. Belə getsə, gələcəkdə yun xallarına rast gəlinməyəcək. Bölgələrdə yun satışında yaranan böhranın mütəxəssislər bir sıra amillərlə bağlı olduğunu deyir. Bu günləri o təşkilatlar mövcud deyil. Fermerlərin çətinlikləri var. İstehsal elədiyi yunları sata bilmirlər. Və yunların da keyfiyyəti müəyyən qədər aşağıdır. Deməli, zavoda lazım olan zərif və yarım zərif yunlar indi istehsal olunmur. Bizim ərazimizdə, bizə yaxın regionlarda qaba və yarım qaba yunlar istehsal olunur. Onların da tədariki biraz çətinlik yaradır emal müəssisələri üçün, çünki onun bazarı bu günləri yoxdur. Mütəxəssislərin fikrincə, bəzi zonalarda mərkəzləşdirilmiş yun emalı müəssisələri yaratmaqla vəziyyətdən çıxmaq mümkündür. Məhz o zaman toxuculuq müəssisələri tam gücü ilə işə düşər, yeni iş yerlərinin açılmasına da təkan verər. Yaqub Mehdioğlu, Vüqar Qaliboğlu, Fidan Səfərspayiz, Xəbər, Salyan.